Bu epizodda GPC Yolu Podcast'ın 6-cı epizodu yadıma gəlməsə, FFmpegə danışacağam. FFmpeg mənim çoxdandır zehnimdə idi ki, ona görə bir epizod danışam. Oradan 7-8 ay olardı. Bəli, bu il çox cəlib illərdir də. Həm əvvəlində zəng oldu, həm vəsətlərində ittifaqa düşdük, həm deylə o ittifaq düşdük və həm də axırında da zəng oldu. İndi də ikinci zəngin əvvəl feyzindəyik. Yəni feilən qutulmayıbdı bu ittifaq. Bəli, elə deyim, bir fürsət vardı, bizə məsələn hövsələ vardı. Bu epizodu rekord edeyim ki, zehnimdə o məşğələ aradan getsin. Bu fasilədə bir cəlib ittifaq düşdük. Mən 3-4 gün bunlara bax YouTube-da elə bu cür dolanırdım. Lex Fridman podkastının axır epizodu qabağıma çıxdı. Onda Lex Fridman gəlibdi, 4 saat FFmpegə görə danışmışdı. Həm VLC-nin lead developerini çağırmışdı, həm də FFmpegdən bir developer çağırmışlar və 4 saat yəni rəsmən oturub qəşəng FFmpegə görə danışmışdılar. Mən öz-özümə yəni sual gəldi ki, mənim zehnimdə vardı FFmpegə görə danışam. İndi bir ayrı adam, Lex Fridman gəlib, məndən həm qəşəng demək olar keyfiyyətdə, həm məndən çox uzun, mənim ki, təbii ki, mənim epizod 4 saat olmayacaq. Həm də xəfən adamlar çağırıbdı, yəni əsli tərbində demək olar adamlar qonaq ünvanında çağırıbdı və FFmpegə görə 4 saat danışıblar. İndi məntiqidir ki, mən də gələn bir özümə məsələn epizod rekord edəyəm ya yox. Orada ki, axır bir nəticəyə çatdım ki, indi mənim epizodum çox da şəxsi bir epizod olur da və deyərlər bir münafat da yoxdur. Bir Lex Fridman gəlib bir epizod rekord edib, təbii ki, Lex Fridmanın epizodu çox xəfən idi. Mən özüm də 2 şeylə baxdım və tövsiyə edirəm. Yəni əgər istəsəz FFmpegə izafə ittilatsız olsun, ya VLC-yə izafə ittilatsız olsun, həttəmən o epizoda baxa bilərsiniz. Və mən istədim bir cür nəzir deyirlər, öz ədayı deynim olsun da FFmpegə və şayad VLC-yə. Bizə nə VLC-yə bəhs edəcəm, hələ çox yox. Əsli bəhsim burada FFmpegdir. Və üçün özüm məsələn xoşum gəldi FFmpegdən. Deyim elə bu cür bir ədayı deyin məhsub olsun, bir dənə epizodum olsun hətta FFmpegə görə. Və bizə nə şayad məsələn FFmpegin adı çox da eşidilsin də. FFmpeg fast forward mpeg müxəffəfidir. Fast forward, bilməm niyə məsələn fast forward deyirlər. Fast forward qabağa vurmaq mənasındadır. Yəni qədimi o playerlərdə ya indi də ehtimalən playerlərdə bir düymə olurdu. Məsələn vurdun o videonu ya səsi çəkirdi qabağa. Bilməm niyə bunu işlədirlər. Bu demək olar adı işlədirlər. Ehtimalən bir mənası vardı ki, mən başlap qoyum. MPEG-də Motion Pictures Engineers Group müxəffəfidir. Və bu işte belə məsələn bir dənə organizationdur ki, gəl kodek zat yazır. Məsələn kodek container yazır. Bir cür standart modeldə MP4 məsələn MP4, MP3 işte belə məsələn bu organization tərəfindən yazılıbdır. Və FFmpeg də fast forward MPEG-dir. Xas məna məsələn içindən çıxmır. Velikulate adıdır. Sadə dildə FFmpeg multimedianın açar fransəsidir. Multimediada biz o mediaya deyirik ki, məsələn 4-5 dənə media tərkib olubdur, bu həm bir dənə media çıxıb şeydə. Məsələn biz video dediyimiz media həm videodur, yəni həm məsələn 10-15 dənə ya çox da, hələ mən çox sadə deyim, 10-15 dənə məsələn əksidir, bir məsələn frame pəxş olurlar. Bir dənə səsdir ki, o da məsələn özün videodur. Bəzən də məsələn bir dənə videonun subtitle olunda, o subtitle də özü tekstdir, o da bir mediadır. Bunlar həm tərkib olur. Məsələn, onun nəticəsində biz deyik multimedia. Videoda məsələn video ya elə çox da videoda ayrı misallar da vardı. Bəli, bu epizodda danışdığımız çox da video multimedia tərəfindən hesab olunur. FFmpeg 2000 ilində Fabrice Bellard tərəfindən başlanıbdı. Yəni əsl adam idi ki, bu FFmpeg projesini başlatdı. Fabrice Bellardı mən çox tanımıram, bəli o qədər ki Google-də axtardım. Xəfən adam idi. Fransəvi bir computer scientist idi. Və FFmpegdən sonra ayrı projelər də vardı ki, FFmpeg qədər demək olar məruf deyirlər, bəli FFmpeg qədər xəfəndirlər. Mən ayrı projelər işlətməmişəm, bilmirəm, bəli FFmpeg bilirəm ki, nə qədər xəfəndir. FFmpeg multimedianı deyəm də açar fransəsidir və hər iş görər. Burada hər işlə mənzum nədir? Yəni FFmpeg eləyə bilər bir dənə multimedianı edit eləsin, təbdil eləsin, formatını dəyişsin, stream eləsin, record eləsin, re-encode eləsin, transcode eləsin və nə qədər ayrı iş görsün. Və əslində FFmpeg mühüm bir dəyər. Bunun formatı nə mənədir? Kodeki nə mənədir? Konteyneri nə mənədir? Eləyə bilər hər formatda, hər kodekdə, hər konteynerdə sizin multimediazı başına bir oyun gətirsin də, xülasə ya edit eləsin, ya təbdil eləsin, ya xülasə o hər formatı, hər konteyneri, hər kodeki support eləyir. Burada bir dənə basic
mövzua hala işarə eləməliyəm. O da bu ki, video biz dediyimiz zaman ümumən məsələn birindən soruşanda bu videonun format eləmə nədir? Baxarlar axırına dat məsələn MP4 olanda deyirlər məsələn bu videonun formatı MP4-dur. Bu təqribən amiyane istifadədə müşkül yoxdur. Vəli burada ki, məsələn mən məxsusən qabaqdan kodekdən danışacaq ya şəhərsə konteynerdən danışacaq. Ona görə yazdım ki, buna bir tozif verəm. Bir dənə video iki bəxşdən təşkil tapır. Bir dənə konteynerdir, bir dənə məsələn kodekdir, yap o sadə bəxşbənd eləsək. Konteyner onun demək olar box'ıdır. Hala zehninizdə bu cür tuta bilərsiniz də. Video məsələn bir dənə hala video, səs ya multimedia. Bir dənə box'ı vardı, bir dənə qutu vardı. Onun içində bir dənə siz video atırsınız, bir dənə səs atırsınız, bir dənə tekst atırsınız və o səsin özünün bir kodeki vardı ya bir formatı vardı. O videonun özünün bir formatı vardı. O tekstin özünün məsələn bir formatı vardı. Konteyner bunların üçün ya ikisini bahəm tutana deyir. Konteyner ümumən o axırda gələndə ki, biz daha format deyirik da. Məsələn MP4 bir konteynerdir, video konteynerdir. Bəd MKV konteynerdir. Bəd MOV məsələn konteynerdir, WebM konteynerdir. Bunlar video istilahen biz format deyirik da. Bəli düz məsələn video konteynerlərdir. Bəd video kodeklər də ayrıdır. Məsələn H264 bir xası kodekdir. H265 xası kodekdir. AV1 da nəzəmində bir xası kodekdir ki, hamısından məsələn efficientdir o. Hala algoritmi. Mən qabaqda bir dənə defin olan kodeki tozif verəm. Ona görə indi çox istəmirəm. Ona görə danışam. Bu eynən ki videoya sadıqdır, səsə də sadıqdır. Yəni bizim bəzi səsimizdə, yəni səs faylında bəzi konteynerimiz vardı. Məsələn OGG bir dənə konteynerdir. Ya VAV bir dənə konteynerdir. Bəzi kodeklərimiz də vardı. MP3 yap nəzəmə səsdə yap məruf konteynerdir ki, ehtimalən dəx yadıma gəlmir, bəli əsas eləyəm həm konteynerdir MP3, həm kodekdir. Yəni o ikisi də vardı. Bəd səs kodeklərində indi yap o efficient algoritm Opus kodekində. Opus çox xəfən bir kodekdir. Mən elə ki, buna qabaq bir test eləyirdim. Bir dənə elə bu cür məmuli səs rekord elədim və o settingində səsin demək olar keyfiyyətini qoymuşdum 12 kilobit per sekində. Yəni hər saniyədə məsələn 12 kilobit eləsin, istifadə eləsin o model. O bir formatlarda əgər siz bu cür bir tənzim qoysanız, səssiz ya o faylı ki sizə verir hala aşkal hesabında olacaq da, yəni üçün əsən nə müşəxəs olacaq, nə mənə danışırsınız o faylda. Düzdür, həcmi çox az olacaq. Hələ keyfiyyət də o qədər az olacaq. Müşəxəs olmayacaq, xəşizadı çox olacaq. Vəli Opusun xəfənliyi budur ki, algoritmi o qədər efficientdir ki, məxsusən voice-u, yəni insanın səsin gəlir çox aşağı kilobitlərdə də keyfiyyətini çox qəşəng hifz edir. Və indi demək olar nə deyirlər, gold standarddır da vücub səsdə. Düzdür, feylən çox yerdə support eləmirlər. Vəli əgər istəsəz bir voice-uz vardı, məsələn, həm keyfiyyəti çox qəşəng olsun və benəsbət o qəşəng keyfiyyəti həcmi də çox az olsun, Opusdan istifadə edə bilərsiniz kodekindən. Mən konteynerdə məsələn OGG-də dedim. Yəni Opusda işləməsəm Opusda MP3 kimi həm konteyner vardı, həm kodek. Kodek ki mütməinnəm, yəni kodek əsən çox xəfəndir. Konteyner də vardı. Elə bilərsiniz məsələn faylın axırda elə .opus olsun. İndi də FFmpeg hala deyirəm çox xəfəndir. Bəli şahid siz elə bilərsiniz soruşarsınız, xop niyə xəfəndir? Bir daha dəlillər ki biz bilək xəfəndir. Təqribən internetdə hər platform ki video olan işi vardı. FFmpeg işlədir dalada. YouTube FFmpeg işlədir, Netflix FFmpeg işlədir, Pornhub məsələn və ona bənzər saytlar FFmpeg işlədirlər. Instagram FFmpeg işlədir, Twitch FFmpeg işlədir, Twitter FFmpeg işlədir. Ondan sonra zehnimdə səy edirəm bunlar yadıma gətirəm deyə və bunlar belə mənim yadıma gələnlərdir. Bundan sonra nə qədər platformdakı əsən videonla ya audionun işi vardı. Məsələn video stream edir ya audio stream edir. Ehtimalı çox FFmpegdən işlədir və bunun qəşəngliyi budur da siz məsələn bu cür fikirləşə bilərsiniz ki, bir dənə əbzar ki məsələn Netflix-də vardı, işlədir, o böyüklükdə bir şirkət. Ya YouTube-un məsələn o əbzar vardı, o əbzar sizdə də vardı, siz verə bilərsiniz, istifadə edirsiniz. Bu mənim nəzərimdə çox xəfən bir hala şərait olur. Və hala o platformlardan sonra təqribən hər software-də ki
multimedianın işi vardı, FFmpeg işlədir. Burada mən icra misal yazmışam, MPV ilə VLC-dir. VLC 2 çoxdan məsələn əsən tərif eləmək olan niyazı yoxdur VLC. VLC hamı bilinər xəfən bir media playerdir. Hər nə mənə atsan üstünə pəxş eləyəcək. MPV-də təqribən elə VLC kimi bir şeydir. Çoxdan məsələn command line interfeysi ilə işlədirlər. Ona görə məsələn çoxdan Linux işlədənlər MPV işlədirlər. Vəli mən Android-da da görmüşdüm vardı. Xülasədə ondan sonra əgər indi siz o mobilunuzda video player etsəz və tənzimatında axtarsınız məsələn o kreditlərində ehtimali çox FFmpeg tapacaqsınız. Ya sən muzik playerizə gedəsiniz və onun içində axtararsınız. Ehtimal çox o muzik player ya video player ki indi siz işlədirsiniz, şayad bilməyəsiniz və indi işlədirsiniz. Dalada FFmpeg işlədir bunların hamısı. İndi FFmpegdən iki misal vurum ki siz necə istifadə edə bilərsiniz. Əvvəl bu iki FFmpeg məmuli bir softwaredir. Məmuli bir softwaredən mənzum yəni siz bu cürdə nəsb edəsiniz, sonra açasınız, qabağınıza bir dənə məsələn Windows gələ və siz orada intixab edəsiniz, məsələn mənim faylım budur filan. FFmpeg command line interface-də işlənən bir softwaredir. İslahan CLI deyirlər. CLI deyirlər, CLI deyirlər hala. Yəni siz nəsb edirsiniz və məsələn elə bir hesab nəsb olunub. Dərhal ki siz gələcəksiniz terminala, əgər Linux-dasınız, əgər Windows-da olsanız bilmirəm, məsələn gələcəksiniz PowerShell-ə ya da Windows-da bir də OBS nə idi Allah. PowerShell-in OBS CMD-dir. Yəni bunların içində birində gələcəksiniz FFmpeg-i run eləyəsiniz və işlədəsiniz. Və ona görə FFmpeg-in işlətmə yazma anında siz yazırsınız, FFmpeg-ə bəzi dəsturlar verirsiniz, FFmpeg-dən icra eləyir. Burada mən yap sadə dəsturu yazmışam. Bir dənə formatı, bir dənə məsələn konteyneri ya kodeki əsən fərqi yoxdur. Çünki içində hamısını sən təbliğ edir FFmpeg. Təbliğ eləməkdə. Məsələn yap sadə sizin bir dənə MP4 videosu vardı, onu istəyirsiniz MKV eləyəsiniz hər dələdə. Burada FFmpeg-i yazırsınız, FFmpeg-i input deməli göstərməyə görə. Sonra input videosu verirsiniz, bir dənə space vurursunuz və output videosu verirsiniz. Orada siz output videoda məsələn .mkv yazanda FFmpeg özü otomatik başa düşür ki, aha bunu mən gəhməz MP4-dan təbliğ edəyəm MKV-yə və dərəcə o işi görür. Ayrı bir misalda hala budur. Bu hala şayad PC-də gələ. FFmpeg-də hala sözün düzü bir dənə PC-dəlik vardı. Yəni vaxt qoyasınız, oxuyasınız məsələn parametrlər nə mənədir. Bir üç daha test eləyəsiniz sən və ondan sonra əlinizə gələndən sonra işi çox rahat olacaq. Burada məsələn müşahid bir dənə PC-də bir deməli dəstur gələ və FFmpeg-i başa düşəndən sonra zehninizdə rahat olacaq. Burada bu nə işləyir? Məsələn fərz edin bir daha videonuz vardı. Bunlar misaldır da. Minlərcə bu cür iş görə bilərsiniz. Fəqət mən çox işlənilən misalını demişəm. Fərz edin bir daha videonuz vardı. Siz istəyirsiniz onun səsini ayırasınız, extract eləyəsiniz. FFmpeg çox sadə işlə, yəni bu qədər kodundan o işi görür, özü də çox tez o işi görür. Qabaqda bizə tozif verəcəm FFmpeg nə model məsələn işləyir və indi burada yazdığım bir də tozif verim. FFmpeg yazırsınız, -i yazırsınız, input videosu verirsiniz, -vn yazırsınız. Hala bunlarda hifzləməli bir şeylər də, yəni parametrlərdən sonra eləyə bilərsiniz, oxuyasınız. Yəni sən AI-a deyə bilərsiniz, məsələn mən istəyirəm bu FFmpeg ilə videomun səsini extract eləyəm, nə command işlətməliyəm, AI onu sizə deyəcək, rahat elə işlədəsiniz. Burada hətta tozif verməyim bunu, çünki indi tozif versəm episodun vaxtı gedəcək. Qabaqda mən parametrləri bizə tozif verəcəm. Burada fəqət məsələn bu kodla, bu qədər çox da uzun kod dərdə, siz bununla elə bilərsiniz rahat bir dənə videonun əslində mühümlər həcminə qədərdir. Əslində mühümlər o time'ına qədərdir. Eləyəsiniz, səsini extract eləyəsiniz, istixrac eləyəsiniz. Çox da səri. Burada copy görürsünüz. Əlbəttə burada deyim ki, bəzilər bu epizoda qulaq asırlar. Elə bilərsiniz YouTube-dan da bu epizodun presentation halətinə baxasınız. O çox da qəşəng olar. Çünki indi mən burada bir də comment yazmışam və əgər siz onu görsəz, qəşəng başa düşəcəksiniz. Məsələn, epizodu eşidəsiniz və görməyəsiniz. Bu məndə bir dənə copy vardı. Onu çox da sonra tozif verəcəm. Və indi ixtisarla bu deyim ki, siz vaxtı bir dənə formatı, bir formatdan kodek deyim də, bir kodeki, bir format konteyneri bir-birinə təbdil edirsiniz. Xoş bu çox CPU intensiv bir işdir də. Qabaqda nəzərimi yazmışam. Hətta burada yazmışam. Bunu proses eləmək çox CPU intensivdir. Yəni mənə,
Siz deyirsiniz, məsələn, mənim bir dənə MP4 videom vardı, onu get MKV-yə təbdil elə. Ya bu cür deyim məsələn. Bir dənə mənim videom vardı, onu get səsini çıxartsan FFmpeg deyirsiniz. FFmpeg bu görəndə o səsin kodekini də dəyişir. Ehtimalə məsələn siz deyəndə dəyişir. Vəli bu çox CPU intensivdir. Yəni FFmpeg gəlir, əvvəl onu məsələn səsi dekod eləyir, yəni pəxş eləyə bilir. Ondan sonra gəlir onu təbdil edir formata, onu kodinq eləyir yenə və nə qədər iş görür. Ona görə CPU intensivdir, bir də vaxt çox apar. Bəli, siz copy parametri ilə elə bilərsiniz, məsələn, VLC deyəsiniz, mən bu videonun kodekinə əl dəymə, elə nə mənədir, copy elə, məsələn, səsin copy elə mənim bu faylıma. O cürdə çox tez olur. Mən özüm də bu deyəcəm. Ona görə məsələn mən bu copy parametrindən, copy özü parametrlər -c colon v məsələn copy ya -c colon a copy vardı. Onu çox işləyirəm. Çünki istəyirimi copy eləyir. Video ya səs istəyirimi copy eləyir və re-encode eləmir. Bu çox mühümdür. Re-encode üçün hər nə siz bir videonu, bir audionu re-encode eləsəz, CPU işlədəcək. CPU intensivdir. Bu da çox pis bir şey deyil. Məsələn, mən ABZ vardı. Testlər eləyəcək. GPU ilə eləyə bilərsiniz, CPU ilə eləyə bilərsiniz. Və xülasə əgər məsələn o ya rahat məsələn yolu istəsəz ki, CPU da çox işlətməlisiniz, çox da tez olsun. Fəraq bəs CPU işlətməkdir, fəraq bəs GPU işlətməkdir. Məsələn, şayət siz bir dənə bir saatlıq videonuz olsa, əgər istəsəz onu məsələn re-encode eləyəsiniz, şayət bilməm bir yarım saat, 45 dəqiqə müntəzir olasınız ki, o video ya audio re-encode olsun. Hələ keyfiyyəti də çox olsa, demək olar, kodeki də çox PC-də kodek olsa, o vaxt da çox alır da. Vəli siz rahat edə bilərsiniz. FFmpeg deyəsiniz, bunun kodekini copy elə. Elə nə mənədir, onu götür. Məsələn, mənim output faylımda qoycunam. Re-encode eləmə, dəyişmə bunun kodekini. FFmpegdən bəzi parametrlərini deyəcəm. Hala burada parametrdən qabaq kodeki yazmışam. Kodek ehtimalən elə qəblən dedim də. Coding və decodingin müxəffəfidir. Yəni bir dənə algoritm gəlir o faylı. Bir cür səy eləyim məsələn fişör eləsin də. Bunların hərəsində hər kodekdə fərqlidir. Məsələn, MP3 gəlir bir model istəyir faylı fişördə eləsin. Opus gəlir bir ayrı model. Bu səsə görə məsələn. Videoda AV1 gəlir bir ayrı model istəyir nəzir elə fişördə eləsin. Və H264, H265 də ayrı modellərdir. Bir xas məsələn şey yoxdur. Parametrlər buradan başlayır. FFmpegdə bir dənə əsli parametrlərdən biri -c-dir. Bu da C kodek müxəffəfidir. Siz FFmpegdə hava istəsəniz, məsələn FFmpegə deyəsiniz ki, məsələn mənim kodek ilə işim var, C işlədəcəksiniz. Əgər -c colon v işləsəz, yəni elə bil FFmpeg deyirsiniz, mənim videonun kodeki ilə işim vardı. Əgər məsələn -c colon a işləsəz, FFmpeg deyirsiniz, mənim məsələn audion kodeki ilə işim vardı da. Burada mənim də bu parametrləri görə bir tozifim. Bu təcrübə üzü ilə ələcəkdir və şayət də çox düz olmuyor. Bəli şayət dərəcədə. Ümumən mənim zehnimdə bu cür qalıbdır ki, FFmpegin parametrlər bərəksidir. Yəni mənə bərəksidir. Biz mənim bunu ingilislərə məsələn deyək, desaq məsələn, deyək video məsələn kodek, video kodek. Bəli bu FFmpegdə əvvəl məsələn kodek yazılır, sonra video, kodek video. Bu mən zehnimdə həmişə qalıb ki, məsələn bu FFmpegin parametrlər bərəksidir. Ona görə çox çətin olmur və yadımda qalır məsələn parametrlər nə mənədir. Şayət məsələn bir ehtimalda ayrı vermək olar ki, üçün bu FFmpegin developerləri məsələn Fəransavi idilər. Fəransavidə ingilisdən biraz bərəks oldu. Yəni ingilis əvvəl video gəlsə o kodek gəl. O dildə də danışmaqda məsələn video kodek. Fəransavidə əvvəl kodek gəl, sonra məsələn video gəl. Şayət məsələn o zehndən bu parametrlər yazıblar ki, indi də bu məhalə mənim həddəqən zehnimə bərəks gəl. Bir daha da ayrı parametr -vn-dir və -an. -vn siz işlədəndə elə bil FFmpeg deyirsiniz, mənim video istəmirəm. Bu ha vaxtlar məsələn dərəcə deyə bilər. Məsələn bir daha videoz vardı. OBS FFmpegə deyirsən, bunun səsini çıxart. Orada FFmpegə deyəsiniz ki, yazarsınız məsələn -vn. Yəni FFmpeg, mən bu video istəmirəm bundan. Video dərdimə məsələn dəymir. Fəqət mən məsələn bu audio səsini verəcəm. Bir də -an vardı. Burada da no audiodur. Əlbəttə bu no video, no audio mənim yəni
zehnimdə olan modeldən danışıram. Bilmirəm bu video ki, V kimi müşəxəs məsələ video müxəffəfidir. Bilmirəm N nə mənə müxəffəfidir. Bəli, mənim zehnimdə məsələn no audio, no video model qalıbdı. Məsələn FMPG-də bir daha videoz vardı. Onu verirsiniz FMPG-ə və onu deyirsiniz ki, mənim məsələn bu təbdil elə formatın. Fəqət mən səs istəmirəm. Məsələn istəyirəm sakit bir video olsun. Yəni səssiz bir video olsun. Hala bilmirəm nə dərəcədə deyə bilər. Belə hər model iş görmək olar da. Ondan sonra mən nədir? FMPG-in bəzi ayrı əbzarları da vardı. FF Play və FF Pro. FF Play təqribən demək olar command line bir playerdir, media player. Yəni mənə yansın bir daha videoz vardı. Onu eləyə bilərsiniz, bundan pəxş eləyəsiniz. Tüm FMPEG formatlar, kodeklər və konteynerlərin hamısını, təqribən hamısında, hala bəzən məsələn istisnalar ola bilər ki, FMPEG support eləmir və FMPEG çoxun support eləyir. Ona görə siz eləyə bilərsiniz. Bir daha videoz olsa ki, məsələn, o bir playerə açmasa, FF Play ilə açasınız. Bir daha da FF Pro vardı. FF Pro nədir? FF Pro-da gəlir sizə o faylın nə mənə itilatı var verir. Nə mənə itilatı vardı verir elə bil. Qəblən yazıcısı misal vurdum da. Deyim məsələn sizin bir daha videoz vardı. Bir dənə konteyner vardı. Bir daha qutusu vardı. Onun içində videonun bir dənə kodeki vardı. Audionun bir dənə kodeki vardı. Bəli siz bilmirsiniz nə mənədir. Məsələn siz fəqət MP4-u görürsünüz. Əgər bir sizdən soruşsa, xoş, sən bu videonun video streaming məsələn kodeki nə mənədir? Siz bilməyəcəksiniz. Ya audio streaming məsələn kodeki nə mənədir? Siz bilməyəcəksiniz. Onu da FF Pro dəyd edər. Siz o video verirsiniz FF Pro-a, FF Pro bərrəsə eləyir və deyir, məsələn, bunun audio streaming kodeki budur, bitrate budur, itilatı budur, FPS-i budur və səsi də eynən o cür sizə deyir da. Yəni, əgər istəsəz bir faylın itilatını biləsiniz, FF Pro-la eləyə bilərsiniz. Axırda bəzi əməli misallar ki, zehnimə gəlirlərdən deyəcəm. Bu misallar o şəxslərədir ki, xub deyirlər, biz FMPG-yi indi başlasaq əmələ nə dərdimizə deyəcək. Bu da 3-dən misal istəyirəm deyəm. Ki, məsələn, mən təcrübələr hazırdan dərdim edəm. Məsələn, mənim bir yoldaşım var idi, Padqanda idi və bir dənə sadə qursu var idi. O sadə qursu ilə istəyirdi, məsələn, voice-a qulaq asa. Voice-lar da 6 saat idi. İndi dərxəlimə gəlmir 6 saat idi, 4 saat idi. Bəli, xülasə o uzun idi da. Bu da istəyirdi, məsələn, postuda olanda qulaq asın o voice-lara. Bu da bir dənə işğal vücuda gəldi. O işğal nə mənə idi? Bu postuda məsələn 1 saat yan vaxtı oldu. O voice-a qulaq asırdı. Bəli, asayişgaha gedəndə qursun qabiliyyəti yox idi. Save eləsin, məsələn, hardan qalmışam ki, sonra gedəndə post başına oradan başlasın qulaq asın. Hər şey ki, bu qeyd edildi post başına elə biləcək 6 saat əvvəldən başlayırdı qulaq asardı və əmələn bu qutulmurdu da heç vaxt. Qursun da qabiliyyəti yox idi. Məsələn, çəksin qabağa, fast forward eləsin və yetişsin o yerə. Bu məsələn FMPG-lə rahat eləyə bilərdi həll eləsin də. O 6 saat, bir dənə 6 saatlıq videonu məsələn eləsin 6 dənə 1 saatlıq video. Ki, hər postuda elə bilsin, məsələn, rahat qulaq assın və gələnci postda məsələn o bir demək olar bəxşin qulaq assın. O bir postda o bir bəxşin qulaq assın və qutulsun bu cürsünə da. Ya ayrı bir misal, mən məsələn ayrı yoldaşımdan təbən bu cür bir təcrübə eləmişdim. Fərz eləyin bir dənə voice tutsuz. Hala da fərz eləyin ötürü bax. Mənim o yoldaşım məsələn bir daha voice tutmuşdu. Bir dənə səsli kitabı bəxş oxumuşdu. Və səsli kitab da uzundur da. Şayət məsələn 1 saat, 2 saat videonu bu 1 dəqiqə voice-la oxumuşdu və hala faylla var idi. İndi dedik ki, biz bunu necə vəsl eləyək bir-birinə. Əgər bir məmul FMPG ilə bilməyən bir insan bu işi görsə, şayət 1 saat yox, bir güncə vaxt tələf eləyək ki, bu voice-lar bir-bir gətirə, bir-birinə vəsl eləyək. Bəli, əgər siz FMPG başlarsınız, FMPG deyəcəksiniz, məsələn, FMPG. Get, bu folderdə bu voice-lar ki vardı, bu tərtiblə bir-birinə vəsl elə. Təqribən heç 1 dəqiqə də çəkməz, əgər məsələn o komandın tapıb işlədə bilsəz. Yəni, siz bir günlük işi FFmpeg ilə gətirsə eləyirsiniz 1 dəqiqədən də az. Bu ayrı bir misal idi. Ayrı bir daha da məsələn videodan misal verim. Bunların ikisinin zəmin səsdən idi. Videodan da ehtimalən məsələn bir dənə fərz eləyin. Çox böyük bir videoz vardı. Məsələn 6 GB, 7 GB bir daha videoz vardı və həm həcmi böyükdür, həm time'ı çoxdur.
Buna məsələn sizin o videodan 1 dəqiqəsini yazırsınız ki, o 1 dəqiqəni kat eləyəsiniz və götürəsiniz hər dəlillə görə. 1 dəqiqəsi, 10 dəqiqəsi, 5 dəqiqəsi, hər nə qədər. Əgər siz bir məmuli video editorla istəsəz bu işi görəsiniz, bu çox çəkəcək. Yəni sizin video editor default gəl hər şeyi məsələn re-encode eləyir də. Siz deyirsiniz məsələn mən 5 dəqiqə çıxart, o video editor gəlir məsələn videonun hamısını encode eləyir. Və o çox çəkir, çox çəkir. Həm CPU intensivdir, həm çox çəkir. Deməli, əgər siz məsələn FMP başarsanız, rahat eləyə bilərsiniz. Məsələn, FMP-ə deyəsiniz ki, bu videonun məsələn filan time'ından filan time'ına mən kat elə çıxartçınla istəmirəm də məsələn re-encode eləyəsən, copy elə. O qəblən dediyim məsələn copy modelində. Bu videonun kodekin əsən dəyişmə, copy elə, çıxart eşiyə. Qutuldu getdi, bu qədər sadə. Hətta məsələn FMP-in özündə yoxdur və mən ayrı bir software görmüşəm ki, elə FMP işlədir base'ində. Bu iş çox rahatladıqdır. Yəni siz bir yana 10 gig, 15 gig, 20 gig bir videonu məsələn açırsınız. Onu istəyirsiniz məsələn 1 dəqiqəsini çıxardasınız. Çox sadə 1 saniyənin içində. Yəni bunu şayad təcrübə eləyəsiniz və olur da. Hala ehtimalən FMP optimize eləyib da o şəxsi ki, bu software webdə eşiyə. 1 saniyənin içində onu çıxardır eşiyə. Yəni 20 giglik bir videodan 1 dəqiqəlik bir videonu 1 saniyə içində çıxardırsan. Bu da FMP-in gücünə bu işi görə bilirsən. O software daha şayad zihninizdə sual ulaşan nədir? Adı lossless cut-dır. Əgər axtarsınız internetdə şayad qabaza çıxar. Məsələn, əgər böyük failiniz var istəyirsiniz 1 dəqiqəsini, 2 dəqiqəsini, hər dəqiqəsini çıxardasınız işiyə ya həsv eləyəsiniz. Lossless cut yap qəşə. Və həllidir ki, FMP-dən işlədir. Bu episod təqribən buraya qədər ayrı, yəni slaydımda qalmadı. Səhərlədim FMP-dən o qədər ki, məsələn, başarıram, o qədər ki, işlətmişəm və o qədər ki, bilirəm qəşəhətli tozif verirəm. VLC-dən danışmadım bu epizodda. VLC də, əlbəttə bizə də danışdım. VLC də base'ində FMP-i işlədir videolar pəxş eləmək. Bəli, VLC-in xəfənliyi budur ki, VLC media playerdir. Yəni media playerlərin arasında şahid yap xəfəni VLC-dir. FMP-ilə siz çətin edə bilərsiniz, video pəxş eləyəsiniz da. FF Play dedim ha, pəxş edə bilərsiniz. Bəli, o çox, nə deyirlər, müqəddəmatlı bir şey, basic bir tooldur. Elə bil onda istəyirlər məsələn bir daha video düzəldirlər FMP-ilə. İstəyirlər fəqət bu xəttə onu açdığında görürsünlər xərab deyər məsələn o fayl. Ona görə yoxsa məsələn çox rahatdır, çox convenient bir işlərsən FF Play ilə gələsən video pəxş eləyəsən. Ona görə VLC video playerən, ala media player deyək da. Çünki həm video play eləyir, həm səs play eləyir. Olan yap imkanatsızdır və yap gözəldir. Məxsusən. Əgər hala serverinizə az olsa və istəsəz o serverinizə vəsl olub, o serverə məsələn videolarını pəxş eləyəsiniz, FF Mac-lə. VLC-dən qəşəh, nəqsiz bir tool tapanmazsınız, media player tapanmazsınız. Çünki məmuli məsələn serverlərdə ümumən gəlirlər. Mən Jellyfin, bilmirəm eşitibsizə yox. Mən Jellyfini özüm işlətməmişəm və təcrübəm yoxdur və bunu təcrübə üzrə demirəm. Mən o qədər ki oxumuşam və görmüşəm. Jellyfin bir dənə məsələn elə bir dənə serverdir ki, gətirirsiniz də və sizin videolarınızı pəxş eləyir onun içində. Məsələn, filminiziniz vardı, pəxş eləyir. Jellyfin kimi işlərdə, serverlərdə Jellyfin sizin məsələn harda misal bu. Bir dənə faylınız vardı, formatı MP4 deyir məsələn. Jellyfin kimi self-hostable serverlərdə deyirlər məsələn mən fəqət MP4 başarıram pəxş eləyəm. Onda nə ittifaq düşür? Sən Jellyfin'dən deyəndə məsələn mən bu video pəxş elə, Jellyfin baxır, Jellyfin dedim niyə? Jellyfin baxır şeyə, Jellyfin də adı bizə çox əcəbdir, ona görə test izləməkdə adamı gicəldir bilirsən. O da baxır məsələn videonun konteynerinə, deyir bu məsələn mən pəxş eləyə bildiyim format deyir. Ondan sonra serverə deyir məsələn bunu re-encode elə. Fərz edin 10 nəfər bir daha serverə vəslidir və hərəsi serverə deyirlər ki, bunu re-encode elə, mən buna baxım. Onda da əgər server istəsə onu re-encode eləsə, rəsmən serverin dədəsi yanar da. Vəli VLC-in qəşəhliyi budur ki, VLC hər videonu, hər kodeki, hər konteyneri pəxş eləyə bilir. Ona görə əgər serverdə zətdə məsələn filmə baxsaz, çox xəfəndir VLC. Məsələn, işi belə məsələn, o əvvəldə də ki, məsələn, VLC düzəldiblər, develop eləyiblər, əsən bu hədəflə develop eləyiblər ki, bir dənə məsələn serverdən, hala lokal server olsun ya internet server olsun, onlardan video pəxş eləsin. Ona görə
VLC elə bir server deyir. Əsən konteyner mühümdür. Məsələn, bax faylı vermənə mən özüm başarım pəxş eləyəm bu cursuna. Ona görə serverə əsən zor gəlmir, re-encoding zət niyə olmur və o ləhazdan çox xəfən oldu. Bu epizod təqribən bu qədər də. Biraz çox danışdım, bəli FFmpeg hala bunlardan çox danışmağa da yeri var dedim danışsın. Vəli elə dedim basic bir dənə epizod olsun ki, onlar şayad əlaqəsi vardı FFmpegi başlasınlar, qoşsunlar və işləyə bilsinlər. Hətta bir dənə sadə tutorial olsun. Çünki indi bu da yadıma düşdü. FFmpeg düz deyirəm çox mərufdur və çox yerdə işlədir. Və əgər istəsəz buna FFmpegə görə bir də tutorial məsələn tapasınız, bir dənə amuziş video tapasınız, çox çətin tapa bilərsiniz. Bu bəzi softwarelər vardı, düzdür xəfən softwaredirlər. Vəli üçün biz yəqin məsələn təxəssüsü software hesab olurlar. Ona görə onu amuziş tapmaq çox çətindir. FFmpeg də bunlardan biridir. Və çox cəlibdir. Mən İngilizcə FFmpegdə, YouTube-da şayad bir dənə playlist zat məsələn görmüşəm amuzişi olsun. Çox amuzişi azdır və elə çox da bu softwarelər documentation oxumaqla ya indi AI-dan məsələn soruşmaqla öyrəşsən. Bu epizod bu qədər.